Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, sabiq deputat Etibar Məmmədovun 70 illik münasibəti ilə çap olunan İstiqlal Yolu kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə millət vəkilləri, siyasi partiya rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan İstiqlal Yolu kitabının müəllifi, tarixi elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı kitab haqqında ətraflı məlumat verib. O qeyd edib ki, kitab 2 cilddə hazırlanıb. Qanun nəşriyyatında nəşr olunan kitabın 1-ci cildi Etibar Məmmədovun həyat yolunun, milli istiqlal mücadeləsinin ötən əsrin 90-cı ilin əvvəlinə qədərki dövründən, 2-ci cildi isə ötən əsrin 1990-95-ci illərdəki dövründən ictimai-siyasi və elmi fəaliyyətindən bəhs edir. Bilirsiniz ki, Etibar Məmmədovun həm də biz tələbə yoldaşı olmuşuq. Yəni, Bakı Dövlət Universitetinin Tarix Fakültəsində 72-ci ildən Etibar bəyin fəaliyyətinin canlı şahidləriyik. Və rəhmətli Elçibəy bizim müəllimimiz olmuşdu. Və 75-ci ilin dekabrında Etibar bəyin rəhbərliyi ilə Divar qəzeti çıxdı, Odlar Yurdu qəzeti. Və Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsi haqqında da məqaləni Etibar Məmmədov yazmışdı. 3 nəfər məqalə yazan tələbə yoldaşlarımızı universitetdən xaric eləməklə hədələdilər. Sonradan dedilər ki, bu tələbə işi deyil, müəllim işidir və deməli 75-ci ildə yanvar ayında Əbülfəz Elçibəyi həbs edildilər. Hamıya xoş gəldin deyirəm və mənə ünvanlanmış təbriklərə görə də təşəkkürümü bildirirəm və bugünkü təqdimat mərasimi mənim tələbəlik dostum Məhərrəm Zülfüqarlının kitabı ilə bağlıdır. Mən belə hesab edirəm ki, bu Azərbaycanın tarixşünaslığında bir yenilikdir siyasi bioqrafiya yazmaq. Çünki siyasi bioqrafiyalar bizdə indiyə qədər ancaq dövlət başçıları üçün, dövlət xadimləri üçün yazılıb. Siyasi proseslərdə iştirak edənlərin içərisində ilk təşəbbüsdir Məhərrəm Zülfüqarlı tərəfindən yazılıb. Yəni, mövcud siyasətçilərin içərisində bioqrafiyası yazılan, belə hesab edirəm ki, məndən başlayıbsa, bu təşəbbüsü mən həm alqışlayıram, təkcə özümə aid olan kitab olduğuna görə yox, həm də Azərbaycan tarixi üçün vacib olduğuna görə. Mən belə hesab edirəm ki, bizim gənc nəsil, bundan sonraki nəsil və mövcud olan siyasətçilərimiz də bir-birinin bioqrafiyası ilə yaxından tanış olmalıdır. Həmən bioqrafiyanın itib batmaması üçün və mövcud olan insanlar nə qədər ki sağdırlar, onların fəaliyyətlərin haqqında məlumatların bir yeri toplanması və onların başqalarına çatdırılması olduqca vacib məsələdir. Azərbaycan müstəqil hərəkatının öncüllərindən biri də Etibar Məmmədov. O vaxt ki, dostlarımızın çoxu gedib təəssüf ki, amma nə yaxşı ki, Etibar Məmmədov bugün hələ belə cümrahdır, gəlib 70 yaşına çatıb və bugün də ona həsr olunmuş 2 kitabın təqdimatına yığışmışıq. Amma şübhəsiz bu təkcə kitab təqdimatı deyil, həm də Etibar Məmmədovun 70 yaşıdır, onun jubileyidir. Kitabı vərəqləmişəm, baxmışam, şübhəsiz dediyim kimi o illərlə bağlı sənədlər çoxdur və o illərdən keçmiş insanların hərəsinin öz tarixi var. Onun Azərbaycanın müstəqilliyinin tanınmasındakı xidmətləri də danılmazdır. Bütün bunlar haqq verir ki, Etibar bugün öz 70 yaşını alnı açıq, üzü ağ, ondan sonra millətinin yanında əlbəttə üzü ağlıqla qeyd eləsin. Xırda şeylər unudulub gedir. Qalan odur ki, bugün Azərbaycan artıq müstəqildir. O müstəqillik inşallah əbədidir və bu müstəqilliyin tarixində hökmən Etibar Məmmədovun adı da qalacaq. Etibar Məmmədov Azərbaycan Xalq Hərəkatının tanınmış simalarından biridir və öndə olan lider heyətində həmişə öz fəxri ilə seçilən şəxsiyyətlərdən biridir və Azərbaycanda milli azadlıq hərəkatının inkişafında, partiyalaşmada, partiya demokratiyasının inkişafında önəmli rolu var. Eyni zamanda Azərbaycan ərazi bütövlüyünün qorunması prosesində də aktiv rol almış siyasətçilərdən biridir və uzun müddət Azərbaycan parlamentində də fraksiya rəhbəri olubdur, ana müxalifət partiyasının rəhbəri kimi və çox ciddi özünün cəmiyyət həyatı ilə bağlı mövqələrini çatdırıb, fikirlərini çatdırıbdır.
və bu gün 70 illik yubileydə həm kitab təqdimatı, həm də yubiley olaraq bir tanınmış siyasətçinin həm də hesabatıdır gördüyü işlərlə bağlı. Yəni Azərbaycan siyasətində müəyyən rolu olmuş və fikirləri öz təsir gücünü buraxmış bir siyasətçi olaraq həmişə xatırlanacaqdır və xidmətləri də müsbət dəyərləndiriləcəkdir. Etibar Məmmədovun 70 illik yubileyinə həsr olunmuş kitabı baxdım, vərəqlədim. Hər şey gözümün önündən gəldi, keçdi. Çünki Etibar Məmmədovun 70 illiyinin ən azı 37 ili gözümüzün qarşısında olub. İctimai-siyasi fiqur olduğu üçün biz onu müşahidə altında saxlamışıq daim təftiş altında saxlamışıq. Bilirsiniz ki, Yeni Müsavat qəzeti onun fəaliyyətinə hər zaman tənqidi yanaşmışdı. Çoxlu tənqidlərimiz var, çoxlu müsahibələrimiz var, çoxlu yazılarımız var, çoxlu köşələrimiz var Etibar Məmmədov haqqında və o kitabda da ən azı onun bir 30%, kitabın birinci cildinin 30%, Yeni Müsavat qəzetinin statları, məqalələri, yazılarıdır. Bu da çox məmnun vericidir. Böyük bir dövr yaşadı Azərbaycan və bu dövrdə Etibar Məmmədov öz möhrünü vurmuş, adını yazmış, Milli Azadlıq Hərəkatının önəmli liderlərindən biridir. Onu təbrik edirəm və çox məmnuniyyətlə burada iştirak edirəm. Bu həm də bir yekundur və zala da çox maraqla göz gəzdirirəm ki, Etibar Məmmədovun 70 illik yubileyində kimlər və necə iştirak edirlər və kimlər hansı hərəkəti üzündə, gözündə, mimikasında hansı davranışı sərgiləyirlər və həmçinin maraqlı müşahidələr var həm də. Etibar Məmmədov məsələn indiki situasiyada olsaydı daha az tənqid edərdik. Çünki heç də hər şey yəni onun günahı ucbatından olmadı və eyni zamanda da mən onu da məmnuniyyətlə deməliyəm ki, Lefertovaya düşəndə, Rusların zindanında olanda mən Gəncədə onun azadlığa buraxılması ilə bağlı aksiyası təşkil etmişəm, kampaniya təşkil etmişəm, imzalar yığılmasında iştirak etmişəm və bugün də onun 70 illik yubileyindəyəm. Allah uzun, sağlıqlı və bərəkətli ömür versin. Etibar bəy Azərbaycan Milli Azadlıq Hərəkatının görkəmli simalarından və liderlərindən biri idi və biri olaraq da qalır və biri olaraq da heç şübhəsiz ki, Çağdaş Azərbaycan tarixində öz adını və soyadını həkk etməyi bacardı. Etibar Məmmədov ruhən və bütün varlığı ilə Azərbaycanın milli müstəqilliyinə və istiqlalına bağlı bir şəxs idi. Hələ o tələbəlik illərində bir divar qəzetinə yazmış olduğu yazıya görə Bakı Dövlət Universitetinin Tarix Fakültəsindən azad edilmişdi, yəni məhrum edilmişdi. Çox böyük çətinliklərlə yenidən orada bərpa olunmağına baxmayaraq və ən müxtəlif istiqamətlərdə təpkilərə, təzyiqlərə məruz qalmasına baxmayaraq yenə də öz düşüncələrindən Azərbaycanın müstəqilliyinə və istiqlalına bağlılığından imtina etməmişdir. Etibar bəy xalqımızın həqiqətən fəxr etdiyi bir övladdır, bir oğuldur. Onunla mən tamamilə əminəm ki, xalqımız bir övlad kimi fəxr eləyir. Çünki heç zaman atmış olduğu addımlarda, demiş olduğu sözlərdə və fəaliyyətində Azərbaycan xalqına, Azərbaycanın istiqlalına və Azərbaycan milli dövlətini xəyanət eləmir. Etibar Məmmədov, tutaq ki, Əbülfəz Elçi bəy, tutaq Pənah Hüseyin və digər onların belə deyək də hərəkatına biz bir mənada aşağıdan, yəni daha çox xalqın içindən baxıb qiymət vermişik və indi onların öz aralarında ola bilsin bu və ya digər məsələlərdə fikir ayrılıqları ola bilər, tənqid eləyərlər, bir-birini dəstəkləyərlər, amma mən bu insanların hamısının o dönəmin bir simvolları kimi dəyərləndirirəm. Səhvlərindən, düzlərindən, hamısını, hər tərəfin, yəni müxtəlif partiya liderlərinin, müxtəlif hərəkat liderlərinin. Etibar Məmmədov da bu hərəkatın əsas belə deyək 3-5 liderindən biridir və bu gün də siyasi
siyasi camiə arasında kifayət qədər özünə məxsus çəkisi, nüfuzu və hörməti var. Əsas odur ki, bunlar simvollarımızdır. Bizim azadlıq mübarizəmizin simvollarındandır və tarix hər birinə öz müsbət mənada qiymətini verməlidir. Mən də uzun ömürcan sağlıq arzulayıram, xoşbəxtlik arzulayıram. Tədbirin digər iştirakçıları da çıxış edərək Etibar Məmmədovu həm haqqında nəşr olunan İstiqlal Yolu kitabı, həm də 70 illik yubiley münasibətilə təbrik edib, ona uğurlar arzulayıblar. Özünə nə arzu edir? Ətrafındakı insanlar sağlam olsunlar, yaxşı olsunlar və onları görəndə həmişə insan sevinsin. Ən xoşbəxt gün Azərbaycanın müstəqilliyini əldə etməsi olur və ikinci xoşbəxt gün isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunması.